Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə mürəbbəli piroq hazırlayacağım. Burada bizim qatığımız 2 stakan, 1 stakan şəkərimiz, stakan yarım mürəbbə əlavə edəcəm. Nə mürəbbəsi olur olsun, meyvəli, püre, meyvəsiz, bax belə mürəbbə əlavə edəcəm. Duru yağımız 1 stakan, çaylı sodamız, 3 yumurtamız, limonumuzun qabığını istifadə edəcəyik. Qabartma tozumuz, unumuz, vanilimiz. Bir çimdikdə duz əlavə edəcəyik. İndi başlayaq yumurtalarımızı qabımızın içərisinə sındıraq. Çox hasat bir piroq alınır. Çox ərzaqlardan istifadə etmirik. Evinizdə olan hansı mürəbbə olur olsun, ondan istifadə edə bilərsiniz. Möhkəm çalmadan belə bax bu cürünə qarışdırmaq lazımdır xeyli. 1 dəqiqə, 2 dəqiqə bax belə qarışdırmaq lazımdır. Tam həll edəndən sonra unumuzu, vanilimizi əlavə edəcəyik. Listimizin uzunu 38'dir, eni 33'dür. Listimizin içərisinə un əlavə edək. İstəsəniz yağlı kağız da sərə bilərsiniz. Hazırladığımız xəmiri listimizin içərisinə əlavə edək. Əvvəlcədən isidilmiş 170 dərəcəli sobamıza göndərək piroqumuz pişsin. Piroqumuz hazırdır. Budur belə yumuşaq, gözəl, yaxşı bir
Piroq alındı. Listdən də rahatlıqdan çıxır. Buraxaq, soyusun. Sonra kremləyəcəyik. Mən 2 badunuz piroq tökdüm. Yəni 2 badunuz istəmirsinizsə, 1 badunuz töküb tən ortadan kəsib üst-üstə qoya bilərsiniz. Eyni miqdarda 2 badunuz piroq hazırladım. Budur 2 dənə gözəl, qalın biskvit alındı. Piroq. Bax, budur belə. Çox gözəl, yumuşaq piroqlar alındı. Qıraqlarını da kəsdik, üzərinin oxağı üçün. Pambıq kimi yumuşaq. Çox zərif, yumuşaq biskvitlər alınıbdır. Burada şaftalı pavidlası var, püresi. Siz hansı pürədən istəyirsiniz, istifadə edə bilərsiniz. Hər bir pürədən. İndi piroqlarımızı püremizdən kremləyək. Yəni mən krem etməyəcəm. İçərisinə də mürəbbə əlavə etdim. Kremli də şaftalı pavidlasından, püresindən əlavə edəcəm. Bax, budur belə rahat-rahat pavidli ilə kremlədik. Yəni tez-tez çox əlavə eləyib kremləmək lazım deyil. Az-az əlavə edib kremləmək və gözləmək lazımdır ki, piroq pavidlanın şirəsini canına çəksin. İstəsəniz pürenizin içərisinə kraxmal da əlavə edə bilərsiniz. Qatı alınsın deyə kraxmal da əlavə edə bilərsiniz. Əgər kraxmal istəmirsinizsə, pavidlanızı, yəni pürenizi çoxlu qaynadın, lap bərkiyincə, bütün tam şirəsi çəkilincə qaynadın, bərkiyəcəkdir. Mən piroqumuzun üzərinin, bax bu cür belə üzərində olan nazik qabığı təmizlədim ki, püremizin soku yaxşı canına çəkilsin. Bax, budur belə. Yaxşı pürədən kremləyəndən sonra oxağımızı belə xırdaladıq. İstəsəniz blenderdən də keçirdə bilərsiniz, istəsəniz əlinizlə də xırdalaya bilərsiniz. Çox gözəl xırdalanır. İndi başlayaq piroqumuzun üzərini oxaqlayaq. Bu da bizim piroqumuz çox gözəl, möhtəşəm alındı. Yumuşaq, qəşəng hündür piroq alındı. İndi kəsək, içərisinə baxaq. Budur belə qəşəng, hündür piroq alındı. Çox gözəl, nəmli, yumuşaq. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə mürəbbədən, pavidladan, pürədən belə piroq hazırlayın, kremsiz.